Hər şey salam dostlar. Bu günlərin üstündə C-Class-ın nə edirik dostlar? Arxa zadın işıqlarını düzəltirik. Buradan bunları belə yaxşı görəsiniz. İlk öncə bunu götürürük. Baxın burada kalpak olur. Açırıq kalpakı dostlar. Bunu belə elədik. Belə elədik. Demək, özdə ki, ancaq bundan istifadə edin dostlar. Bunu bura saldım. Dostlar, bir hemen yoxlayayım hələ. Bəli dostlar, gördüyünüz kimi işləri çox gözəl. Elə yanlı formada bunu taxın bura. Çünki yanlı formayanda taxmayanda orada taxanda risk boşluq olur. Sonra dikəl onu bir də sök. Əla, süper işdir. Keçdik o birisini düzəltməyə dostlar. Dostlar, elə burada eyni qaydada. Çalışın. Pirborda baxın dostlar, pirborda aşıbqa verməsin. Aşıbqa verdiksə nə edirlər ala bura? Nəsə, bunu biraz dostlar yüngül bunu düzəltən usta deyil, bu zəhrimar. Gözləyin dostlar. Dostlar bir dənəsi, ay Allah düşdü. Dostlar bir dənəsi, çox pis düzəltiblər. Mən ona biraz şunurunu biraz kəsim. Şunurunu biraz kəsim dostlar. Pis düzəltiblər onu. Sonra bir dənə Priora reli alacağım inşallah. Qurban reli zat. Görək nə edeyim. Gəldim dostlar, mən bunu burası açım. Dostlar, kameranı ayarladım ki, mənə də yaxşı görəsiniz. Demək, bu şunuru buradan kesirdik. Buraya taxdıq. Yoxlayayım hələ. Uçdum. Elə bir ki, yanmadı. İşləmədi. Gördüyünüz kimi, bu arada göstərim sizə. Bakın. Allah. Ama bu tərəf isə işləmədi dostlar. İşte bu da kısa bir necə deyərlər videoydu. Bu uzun videoda olmadı. Eğer sizə görüm o birisini düzəltə bilsəm inşallah sizinlə paylaşdığım zaman.